hörmətli izləyicilərimiz, bu günləri sizə Yeni Günəşlidən Venesiya restoranının yanından qanuni 2 otaqlı mənzil təqdim eləməyə gəlmişik. Mənzil tam boş şəkildə sizə təhvil veriləcək. Ehtiyacı var remonta, yəni sıfırdan mənzili yığmaq lazımdır. Qonaq otağını görürsünüz. Qonaq otağı Leningrad layihədir. Hal-hazırda geniş qonaq otağını sizə göstərirəm. İndi sizə evin proyektini göstərəcəm. 9 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Burada Venesiya restoranının yanında bu tərəfdə yaşayanlar yəqin ki bilər. Bir neçə Leningrad layihəli 9 mərtəbəli binalar var. O binaların biridir 9-un 4-ü mərtəbəsi. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə qəşəng hol açılır. Kvadrat formasındadır. Çox qəşəng proyekti var evimizin. Sadəcə təmiri çox köhnədən qalmış təmirdir. Dediyim kimi sıfırdan yığılan mənzildir. Burada gördüyünüz şkaf, dolablar yığılıb. Yerçəkən mənzildir. Sizə hal-hazırda göstərirəm yataq otağını. Çünki binanın iki tərəfinə baxır. Geniş qəşəng mənzildir. Və iki mənzildə balkon var. Gəlin sizə birinci balkonu göstərim. Bu mənzilimizin birinci balkonudur. Aynəbətlə bağlanıb. Qonaq otağını sizə göstərdim. Gəlin sizə hamam otaqlarını göstərim. Ayrı-ayrılığında. Birinci hamam otağı. Bir dənə işığın yanmağını bilmirəm hansı tərəfdən. Tapdım. Bu işıq birinci hamam otağı və ayrı-ayrı olduğuna görə bilirsiniz ki rahat olur. Yenə dediyim kimi qiymət də aşağıda təmirsiz olduğuna görə təmirsiz evin qiymətini mən sizə qeyd eləyəcəm. Yəni orada yazmayın ki, yəni evin təmiri yoxdur. Təmirli və təmirsiz evlərin bilirsiniz ki qiymətləri fərqli olur. Və evimizin ikinci balkonu. Geniş qəşəng həyəti var. Parkovka problem deyil. Bilirsiniz ki bütün binalar gördüyünüz növbəti həyətin görürsünüz və ikinci bina görürsünüz ki çox uzaqda yerləşir və qəşəng geniş həyəti var. Sıfırdan remonta tələb olunur yenidən. Buyurun gəlin baxın. Mənzilin qiyməti aşağıda yazılacaq. Leningrad Yerçəkən 4-cü mərtəbə. Yəni ki liftə sizə heç ehtiyacı olmayacaq. Lifti də var binanın. Yəni ki 9 mərtəbəli Leningradların. Buyurun gəlin baxın. Bu günə bu qədər sağ olun.